Hər kəsə salam. Deməli bu gün ingilis dili öyrənənləri və tələbələri maraqlandıran bir neçə sualları toplamışıq. Beynəlxalq sertifikatlı ingilis dili müəllimimiz İnci Rəsulovaya həmin sualları ünvanlayacağıq. Deməli, hazırsınız İnci müəllimə? Hazıram. O zaman ilk sualımızla başlayaq. Səncə dil öyrənməyə başlayan insan ilk növbədə nədən başlamalıdır? Dil öyrənmək üçün əgər sıfırdan başlayırsa hər hansı bir insan, təbii ki, sıfırdan materiallar istifadə etməlidir və burada ən vacib odur ki, sistem qurmalıdır özünə. Okay, let's see my to-do list. Məsələn, bir gün başlayacağam salam sağ ol, özümü təqdim etmək, özüm haqqında ən ilkin, ən primitiv məlumatları vermək, daha sonra yavaş-yavaş zaman keçdikcə davam edə bilər yeni mərhələ üzrə. Amma birinci sistemdir. Çünki bəzən tələbələrin çətinlik çəkdiyi məqam o olur ki, A1, A2 leveli yaxşı formada keçirlər. Amma ondan sonra davam etmək biraz çətin olur. Çünki sistemsiz davam edirlər. Yəni bu da uzun zaman alır hər hansı bir mərhələni bitirmək. Növbəti sualımız. Bir dili öyrənmək üçün gündə nə qədər vaxt ayırmaq kifayətdir? Bu dəyişir. Bəzən insanlar həftədə 2 dəfə qoşulur, məsəl üçün dərslərə. Elə bilir ki, həftədə 2 dəfə qoşulmaqla 1 ayda, 2 ayda istədiyi nəticəni əldə edə bilər. Amma bu mümkün deyil. Siz hər hansı bir dili tam şəkildə öyrənmək istəyirsinizsə və bunu qısa zamanda etmək istəyirsinizsə, təbii ki, mütəmadi olaraq hər gün mümkün qədər, ən azı 15 dəqiqə, 20 dəqiqə fərq etmir. Əsas odur ki, bir irəliləyiş əldə etmək lazımdır. Bunun üçün çalışın mütəmadi olaraq. Hər gün alınmasa da, həftədə 3 dəfə ola bilər, həftə sonları ola bilər. Bu öyrənmək də özünüzə yüklənmək şəklində deyil. Dayanmadan 3 saat oxuyum, 4 saat oxuyum, yəni buna ehtiyac yoxdur. Sadəcə olaraq 15 dəqiqə bugün podkasta qulaq asın. Unit 10, page 63. Sabah hər hansı bir mətn oxuyun ingilis dilində, yəni öyrəndiyiniz levelə uyğun olaraq. Yəni əsas məsələ budur, sistem qurmaq və yavaş-yavaş irəliləmək, səbirli olmaq. Bu arada mən də əvvəl ingilis dili öyrənəndə fərdi müəllimlə hazırlaşanda, məsələn, həftədə 2 dəfə dərsim olurdusa, ancaq həmin günlər oxuyub hazırlaşırdım və həqiqətən də bunun heç cür effekti olmurdu. Çünki hətta 1 il mən hazırlaşmışdım və 1 ilin sonunda mən sərbəst ingilis dilində danışa bilmirdim. Okay. All right. Öncelikle Sadəcə qrammatikanı yaxşı öyrənmişdim və sadəcə məsələn gördüyüm mətni oxuyub tərcümə edirdim. Yəni o dərəcədə. Ki mən də razıyam ki, həqiqətən də hər gün onları işləmək, hər gün ingilis dilini istifadə etmək lazımdır ki, o dili daha yaxşı öyrənəsiniz. İnsan hansı mərhələdə mən artıq bu dili bilirəm deyə bilər? Bu çox qəliz bir sualdır. Bəzən tələbələr məsəl üçün müraciət edir ki, müəllimə mən məsələn A1 leveləm, ya da sıfıram, ya da illər əvvəl universitetə hazırlaşanda məşğul olmuşam. İndi başlamaq istəyirəm. 5 ayda mən super danışaram. You speak in English. Bu biraz utopik məsələdir. Ona görə də burada da məsəl üçün A1 səviyyəsizsə, müəyyən bir zamanla A2-yə çata bilərsiniz. Sonra B1-ə. Təbii ki, burada birinci yenə sistem məsələsidir. Sonra sizin necə yanaşmağınız, gündə neçə dəfə məşğul olmağınız və yaxud həftədə neçə dəfə. Buna görə dəyişə bilər bu məsələ. Amma tam mən bu dili bilirəm demək istəyirsinizsə, uzun müddət, ən azından 1 il məşğul olmalısınız hər hansı bir xarici dillə. Çünki bir neçə sözü əzbərlədim, eşitdim onu, oradan başa düşdüm. Yəni bu şəkildə deyil. Xüsusən də danışıq əgər öyrənmək istəyirsinizsə, hər hansı bir videonu, podkastı, filmi izləyib onu başa düşmək istəyirsinizsə, bunun üçün 1 il mütəmadi olaraq məşğul olmalısınız. Bir də belə bir şey soruşum. Məsələn, bəzi biz kursların, müəllimlərin reklamında görürük ki, deyirlər ki, hər gün məşğul olaraq 2 aya ingilis dilini danışdırırıq. Bu nə qədər realdır? Danışdıra bilərlər. Amma hansı səviyyə danışdıracaqlar sizə? A1, yüngülvari də A2 səviyyə. Yəni hər gündə məşğul olsanız 1 ayda, 2 ayda mümkün deyil ki, siz B1, B2 səviyyədə danışa biləsiniz. Danışdıracaqlar təbii ki, məsəl üçün hər hansı bir coffee shop-a gedib deyə biləcəksiniz ki, mən kofe istəyirəm. Hi, can I take your order? Bunun qiyməti neçəyədir? Mən filan yerdə yaşayıram. Bunu təbii ki, öyrənə bilərsiniz. Bunu bəlkə bir həftəyə də öyrənə bilərsiniz, amma mütəmadi məşğul olaraq yaxşı nəticə istədiyiniz şəkildə özünüzü ifadə edə biləcəksiniz. Deməli İnci müəllimə, özünüz dil öyrənərkən, xüsusilə ingilis dilini öyrənərkən etdiyiniz ən böyük səhv nə idi? Danışmamaq. Yəni bir xarici dilin dinləmə, yazma, sözlər, bir də danışma, müxtəlif hissələri var, amma mən danışmağı ignor eləmişdim. Məsəl üçün məktəb vaxtı mənim ingiliscəm çox yaxşı idi. Qrammatik olaraq, söz bazası olaraq. Amma o vaxt məktəbdə bizə danışmağı çox da öyrətmirdilər. Dangar!
Ona görə mən neçə illər, hətta universitetə qəbul olandan sonra da həmişə deyirdim ki, mən ingiliscəni yaxşı bilirəm, amma danışa bilmirdim. Bilmirdim deyəndə qısa cümlələr, mən gedirəm, mən istəyirəm, mən bilirəm. Belə qısa cümlələr qura bilirdim və söz bazam da yaxşı idi, amma danışa bilmirdim. Bunu sonradan daha çox bu beynəlxalq sertifikata falan hazırlaşanda başladım, orada axı danışıq hissəsi var, məcbur danışmalıyam. O da birinci mərhələsi çox əziyyətli idi. Müəllim məni məcbur eləyir danışmağa və mən qısa-qısa cümlələr qururam. Yavaş-yavaş danışdıqca düzəldi hamısı. Söz bazası bilən insan üçün daha yaxşı olur. Çünki sözləri bilirsən, qrammatikanı bilirsən, bir də qalıb ki, danışasan. Ona görə siz mənim etdiyim səhvi etməyin. Elə ilk gündən, ikinci gündən danışmaqla başlayın. Mən də burada öz fikrimi əlavə edim ki, məndə də həqiqətən o problem olub. Ümumiyyətlə bizim dövrümüzdə, bilmirəm indi də elədir ya yox, bizim dövrümüzdə həqiqətən məktəblərdə danışığa fikir vermirdilər. Bir üstə mən bura utanmağı da əlavə edərdim. Məsələn, bizdə mən məktəbdə oxuduğum dövrdə Sumqayıt şəhərində bizdə tez-tez xaricilər gəlirdi, İngiltərədə yaşayanlar və s. Onlar müəyyən bir müddətlik bizə açıq dərs verirdilər və biz utanırdıq. Özəlliklə məsələn mən utanırdım onlarla ünsiyyətdə olmağa ki, birdən səhv deyərəm, gülərlər mənə, gedib öz aralarında zarafata salarlar və s. Ona görə bu utancaqlıq hissi məndə uzun müddət qaldı deyə düşünürəm ki, dil öyrənməkdə də ən böyük problemlərdən biri tək məndə yox, bir çox ingilis dili və yaxud da digər dil öyrənən şəxslərin problemidir. Ona görə utanmayın. Bir tələbəyə bir məsləhət verəsi olsaydınız, bu nə olardı? Rahat olun, relax olun. Yəni səhv bir dəfə eləyəcəksiniz. Eyb yox. Kimsə qıraqdan gülsə də inanın ki, gülən insan özü də öyrənməkdə əziyyət çəkəcək sonradan. Çünki başqasına gülürsə, elə biləcək ki, hamı da ona gülür. Buna görə səhv eləməkdən qorxacaq. Səhv eləməkdən qorxan insan daha gec öyrənir. Sosiallaşın, rahat olun. Səhv etmək öyrənməyin bir hissəsidir. Yəni səhv etmədən öyrənə bilməzsiniz. Nə qədər çox səhv edirsinizsə, deməli o qədər də daha irəli gedirsiniz. Daha çox nələrsə öyrənirsiniz və bu təkcə xarici dil öyrənməklə bağlı deyil. Hər bir şeyə aiddir. Yeni bir nəsə öyrənmək istəyirsiniz, nəsə bir addım atmaq istəyirsiniz, yeni nəyəsə başlamaq istəyirsiniz. Heç vaxt səhv etməkdən qorxmayın. Çünki səhvlər sizə xeyli təcrübə qazandıracaq. Bu da sizi daha irəli aparacaq. Elə istədiyiniz yerə qədər. Məsələn, yıxılmadan ayağa durmağı bacara bilməzsiniz. Siz deyilmi? Və son olaraq bir sualım olacaq. İngilis dilində sevdiyiniz söz hansıdır? İngilis dilində sevdiyim söz. Onu fikirləşdim, tapmadım. Onu fikirləşdim. Məsələn, rus dilində var sevdiyim bir dənə söz, amma ingilis dilində ağlıma gəlmədi. İngilis dilində olan hansıdır? Malış sözü. Onun ingilis versiyası ağlıma gəlmir. İngiliscədə nə ola bilər? Yəni çox istifadə etdiyim. Müəlliməmiz bunu düşünür. Son sözünüz varmı İnci xanım? İngilis dili öyrənmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Ən rahat, ən effektiv yolunu sizi danışaraq öyrədəcəyik. Bəli. Növbəti videolarımızda görüşənədək sağ olun. Hələlik.